Qəşəng təmiz hava, bir dənə təmiz söhbət eləyək. Bu qəbul imtahanlarının birinci mərhələsi oldu axı. Deməli, artıq bu xaricdə təhsil şirkətləri hərəkətə keçiblər. Gəlin sizi Türkiyəyə göndərək, filan ölkəyə göndərək. TikTokda da var, YouTube'da da var, efirlərdə də gedir. Bax, bu şeylərə allanmayın. Əvvəlki illərin çox acı təcrübəsi var. O şirkətlərin işi odur ki, səndən 1000, 2000, 3000 alır, attestatla uşağını göndərir harasa, gedirsən, İkinci, üçüncü kursdan sonra ya o şirkətlər bağlanır, ya yoxa çıxır, ya da səhərləri uşağın gəlir, güya əlində bir diploma oxşayan bir şey, onu da Təhsil Nazirliyi, belə deyək, qəbul eləmir. Ona görə də buradan bütün valideynlərə səslənirəm. Dövlət xətti ilə uşağın əgər o balı yığıb, ora gedib qəbul olmayıbsa, o boş söhbətdir. Sabahları o diplomun tanınması çox uzundərə bir prosesdir, yəni. Onun əvəzinə uşağın gedib elə əskərliyin çəksə və yaxud da bir il hazırlaşıb burada ali məktəbə qəbul olsa, ondan 100 dəfə yaxşıdır. Bir də ki, attestatla girilən institutda nə olacaq ki? Səhər də gəlib deyəsən ki, uşağım Türkiyədə oxuyub, Rusiyada oxuyub, falan oxumayıb və attestatla elə belə gəlib dümələnib gəlib də. Yəni o boş-boş şeylərdir. Yəni bu xaricdə təhsil şirkətlərinə qətiyyən alınmır.